Qəbristanlıqda mollaların istirahəti, yağışdan, soyuqdan, günəşin istisindən qorunmaq üçün hər hansı məkan və şərait yoxdur kimi sosial şəbəkələrdə xəbərlər yayılıb. Söhbət Mingəçevir şəhərinin Əli qəbristanlığı kimi tanınan ərazisindən gedir. Çəkiliş qrupumuz haqqında danışılan qəbristanlığa üz tutaraq məsələni araşdırıb. Əli qəbristanlığında təkcə mollaların deyil, bütün ziyarətçilərin istifadəsi üçün yetərli sayda kölgəliklər, insanların qulluğunda olan din xadimlərinin rahatlıqla istifadə edə biləcəyi tikili mövcuddur. Elə din xadimləri də sözü gedən tikilidən rahatlıqla istifadə etdiklərini bildiriblər. Biz həmişə gəlirik orada, çay da içirik, namazımızı da qılırıq. Yəni hər öz işinə gedir daha indi bu qəbristanlıqda gedirik Quran oxumağa, xalqa xidmət etməyə gələnlər. Qardaşım, belə bir şey yoxdur. Hətta mənim orada belə deyək də istifadə etdiyim xüsusi şkaf var. Paltarım orada bugünkü gündə deməli dəstəmaz aynı oyunlarım orada. Sabundur, dəsmaldır, filandır, peşmandır. Artıq bir şeyimiz olanda qoyuruq, götürürük orada. Soyuducumuz var, istifadə edirik. Mingəçevir Bələdiyyəsi qəbristanlıqların saxlanılması və idarə olunması şöbəsinin müdiri Rafael Məmmədov da məsələ ilə bağlı açıqlamasında qəbristanlıqda ziyarətçilər və mollalar üçün rahat şərait yaradıldığını deyib. Deməli bu otaq bir iş adamı, yəni tərəfindən qəbristanlığa ehsan olaraq tikilibdir. Yəni ümumi istifadə üçün. Yəni burada qəbirlərin ziyarətə gələnlər, deməli burada işləyənlər, sonra həmçinin din xadimləri üçün namaz qılmaq istəyənlər, yəni burada tərəfimizdən hər bir şey təşkil olunur. Qeyd edək ki, sözü gedən məzarlıq şəhərin ən böyük qəbristanlıqlarından biridir. Rahim İbrahimoğlu, Yusif Əliyev bugün informasiya proqramı üçün.